Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir asan naxışın toxunmasını istəyirəm göstərim. Burada da ilməklər 2-2 yığılır. Naxış da 2-2 ilməkdən əmələ gələn bir naxışdır. Bunun üçün neçə ilmək istəsəz o qədər də yığa bilərsiniz melvizin üstünə 2-2 artırmaqla. Rezinkanı da ki, kim necə istəyir elə toxuya bilər. Mən belə tərs toxumuşam hər iki üzdən. Milmindəki ilməklərimdəki sapımdaki 100 qramlıq 220 metrəlik bir sapdır. Milimdəki belə nömrəsi yoxdur üstündə, ona görə deyə bilmirəm nömrəsini. Yəqin ki, 3 nömrədir, 3 nömrəyə oxşuyur. Üstündə yazılmayıb içinə. Bu əldə düzəlmə mildir, ona görə bilmirəm. Bunun üçün indi belə bir sapımı götürürəm. Onun üstünə 2-2 yığıram ilməkləri. Qısa formada yığacağım. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 ilmək. Bəsdir naxışı toxumağa. Belə. Artıq sapı da buradan kəsirəm. İndi mən burada rezinka toxuyan deyiləm. Hər iki üzdən tərs toxuyacağım. Bir sıra düz üzdən, bir sıra tərs üzdən. Birinci ilməni də toxudum. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da tərs toxudum. İndi bu üzdən də hamısını tərs toxuyuram. Birinci ilməni götürürəm, toxumuram. Qalan ilməkləri tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdən indi bütün ilməklər düzdür. Mən indi buradan 2 tərs, 2 düz toxuyacağım. 2 tərs, 2 düz. Yenə 2 tərs, 2 düz. İki tərs, 2 düz. Yenə 2 tərs. Bu arxa üzdən də yenə tərslər tərs, düzlər də düz toxuyuram. Arxa üzdən hamısını tərs toxuyuram.
Düz üzdən yenə 2 tərs 2 düz. 2 tərs 2 düz. Əvvəl necə toxunmuşduqsa o formada da toxuyuruq. Tərs. İndi arxa üzdən yenə hamısını tərs toxuyuram. İndi bura düz üzüdür. İndi burada ilməklərin yerini dəyişirəm. Tərslərin yerinə düz toxuyuram, düzlərin yerinə tərs. 2 düz, bu 2 düzü də 2 tərs. Yenə 2 düz, 2 tərs. Axırdakı 2 tərsi də yenə 2 düz. Arxa üzdən yenə hamısının tərs. İndi düz üzdən yenə düzləri düz, tərsləri də tərs toxuyuruq. İndi buradan 2 düz, 2 tərs. Yenə 2 düz, 2 tərs. Arxa üzdən yenə hamısını tərs. Belə bu formada belə bir naxış alınır. Formada. İndi buradan yenə 2 sıra düz üzdən, 2 sıra da tərs üzdən toxuduqdan sonra naxışın yeri dəyişir. İndi buradan təzədən birinci sırada necə eləmişdiksə, əvvəl 2 tərs, sonra 2 düz. Düzləri tərs toxuyuruq, tərsləri düz. Axıra qədər elə toxunur. Sağ olun, gələn videomda görüşənə qədər.